Mənim dostlarım, bax Bünhan Piriyev, Günka, Ülviyə, bir neçələri, hamımız bu televiziya efirlərinin YouTube kanalları ilə məşğul olacaq. Bizim müəllif hüquqlarımız var. Yəni bunu bildirmək istədim ki, yox, bunlar bildirirlər ki, gediriksə hamımız gedək. O zaman bizim o efirlərin YouTube kanalı ilə işimiz yoxdur. Pullarını qazansınlar. Milyonlar baxışlar zaten bu cür müğənnilərdədir. Hələ Kəmalə Günəşli də dedi. Dedi Afət xanım, elə hamısı o fikirdədir. Dedilər ki, biz razıyıq efirə buraxılmamağımıza. Amma ədalətli olsun. Yox, kimin dayısı varsa efirə buraxılacaqsa, kiminsə əli ilə. Bu birisinin ki, efirə buraxılmalıdır sənətkarlar, bayağı oxumayanlar. Bugünkü günü mən bayağı oxuyuram. Məsələn deyirəm. Cəmaət onu istəyir, efir onu istəyir. Məndə həm bayağı var, həm alimlərin qulaq astığı var. Amma mən özüm efirə belə, özüm efirə qoymuşam, qadağaya qoymuşam. Hə, məsələn, Şəbnəm nə oxuyur? Tutaq ki də dostumuzdur. Nə oxuyur ki, nə oxuyur? Yazın görmüş hansısa yadımda qalmır. Qırırlar bir-birini. Sən olan yer mənə cənnət sayılır. Pah, tüklərim biz oldu. Şəbnəmin adı niyə yoxdur siyahıda? Bu haqsızlıqdır. Şəxsən mən özüm bu işlə sənət yoldaşlarımla bildirdim ki, nə olsun dostlarımızdır, Şəbnəmdə, Vəfa mənim ən yaxın padruqamdır. Nəyə görə? Xeyr ola, Nəfəsin adı oradadır, Vəfanın adı yoxdur. Nəyə görə Ülviyanın adı oradadır, Şəbnəmin adı yoxdur? Şəxsən özüm, mən Allah bu işlər üçün yaradıb. Əlbəttə, nə oxuyurlar ki? Ay qız dincəl deyir, işim budur, mənim təzə işim budur. Bir işimi yerinə yetirdim, bir ailəni qovuşdurduq da, bildiz Şəmkirdə, gözəl şad xürrəm yaşayırlar. Buradan da öpürük onları. Və onda adam rahatlanır da, dincəlir, deyir ki, bir ailəni qovuşdurduq. Qadınların, ərli qadınların, ərlərinin müğənnilərlə gəzdiyi məsələlərinə o komitənin sədriyəm, qeyri-rəsmi. Mən o ailəni birləşdirdim, ailə elədim. Mənim sözümdən sonra bu şeylər şeydir. Bəli, heç yerdə siyahı yoxdur, milli şou deyir, bəli. Milli şou biraz bu artıq danışıqları qoyma, yekunlaşdırıb bir şey deyirəm. Bildirmək istəyirəm ki, deyirsiniz ki, sənin ayrı işin gücün yoxdur, mənim elə işim budur da. Əsas işim budur, indi arada vaxtım olanda toyda oxuyuram. Siz hələ öyrəşməmisiniz mənim işimə, öyrəşəcəksiniz, sizi öyrəşdirəcəm. İşim nədən ibarətdir? Araşdırdım. Manşet qeyri-rəsmi xəbər yayıb. Mənim sənət yoldaşlarımla mən birlikdə həmən qeyri-rəsmi yalancı xəbər paylaşanı məhkəməyə verəcəyik, vəkil xərcləri də mənlikdir. Bu A bəndi. B bəndi, biz gözləyirik hələ. Mən niyə bundan əvvəlki videonu sildim? Ona görə ki, biz gözləyirik. Əgər xəbər təsdiqin tapmasa, ya da təsdiqin taparsa, məsələn, Nəfəs qoyulub onun duyet ortağı, mənim yaxın rəfiqəm Vəfa. Niyə Vəfanın adı orada olmamalıdır? Bu haqsızlıqdır Nəfəsə. Ülviyə qoyulub mənim yaxın padruqam, Şəbnəm. Niyə orada yoxdur ki? Bu bizə haqsızlıqdır. Ona görə də bu Ülviyəyə haqsızlıqdır. Pünhanı ora qoyublar. Pünhan kim oxuyur məsələn? Yazın görüm adını. Yazın görüm. Məsələn Əflatun. Məsələn Manav. Niyə yoxdur ki o siyahıda? Nə olsun, yaxında dostlarım deyil, hamısını buradan salamlayıram. Biri yazıb ki, manşet az deyir, nə görür onun şeyi. Yəni ki, nə olsun dostlarımızdır. Bu haqsızlıqda aşıq namiqi qoyursansa, mübarizə sırağa gündən qoymalısan. Belə şey olmur ki. Ona görə də mən onlara bildirdim ki, siz sakit oturun, biz gözləyək rəsmi siyahını. Rəsmi siyahıda bu müğənnilərin adları olarsa, bunların da quyruğuna digərləri bunlara bənzər olarsa, yəni özünüz də görəcəksiniz ki, yəni ədalətsizlik olarsa, o zaman bu müğənnilərin YouTube kanallarının YouTube hüquqları var, o televiziya kanallarının YouTube'ları var, milyonluq baxışları bu müğənnilərdən yığıblar. Bu baxışlarla bağlı məşğul olacaq. Əgər haqsızlıq olunarsa, bunu demək istəyirəm. Amma qaldı mənə, mən elə bilim burada bir aparıcıyam, iş müğənni də deyiləm. Zaten mən efirdə yoxam. Afət xanım, qoşun hüququ izah verim sizə, Sadiq Kərimov. Vallahi birdən qoşaram, nə bilim, hüquqşünas olmazsınız da, səhifəmə şey gələr, tanımıram da, sizi incimin. Rəsmi dediyim odur ki, sizi tanımadım, ona görə özünüz haqqında azca məlumat yazın. Fizi yazır ki, manşet yıxsın, qarışdır. Yıxsın, onunla Afət qarışdıracaq, yalan xəbər yazsa. Əgər yalan xəbər yazsa. Afət, Ülviyə, qoy yığım, onları dostlarımı. Siz özlərindən eşitdin, elə bilərsiniz ki, özləri məni yığmışdılar, konferans eləyib yığmışdılar. Ki, Afət xanım bizə qarşı, niyə filan kəsin adı var? O məndə yox, gediriksə hamımız gedək. Ülviyə, hardadır bu Ülviyə?
Ülviyə. Ülviyə xanım, canlı yayımdayam. Sizin orada yanınızda müğənnilərdən kim var? Pünhan Firiyek, mən Yuka. Hə, hər ikisi də eşitsin, selektora qoyun. Bax, TikTokdayam. 1100 nəfər bizə baxır. Deməli, mən sizin adınızdan da video paylaşdım və bildirdim ki, siz razısınız 450 aidiyyatı qurumlar doğrudan da bayağı bilirlərsə, indi onların bir bildiyi var. O zaman, məsələn, nəfəsə bayağı deyib, nəfəsin duyot ortağı, mənim yaxın rəfiqəm vəfaya niyə qoymur qadağa? Bunu mən deyirəm, məsələn də, siz də dəstəkləyirsiniz. Və yaxud Pünhana, Ülviyəyə qadağa qoyub, Şəbnəmin adını oraya yazmırsa, görün Ülviyə nə deyir. Pünhana qadağa qoyub, Pünhanın əmi dediyi Manafa, Əflatuna qadağa qoymurlarsa, tutaq ki, biz o zaman nə edəcəyik? Həmin kanalların YouTube'ları ilə məşğul olacaq. Düzdürmü? Afət xanım çox adama qoyulub, yəni bu rəsmi deyil, rəsmi deyil. Mən ona görə bayaqki videonu götürdüm Ülviyə xanım. Amma biz gözləyirik rəsmi xəbəri. Bunun təsdiqi tapılmasa, vəkil mənlikdir, vəkilin qanarları mənlikdir. Hamımız bir yerdə həmin fake xəbəri yayan, fake xəbəri yayan səhifənin, düzdürmü, adminini nə edəcəyik? Məhkəməyə verəcəyik. Məhkəməyə verəcəyik. Əgər rəsmi xəbər yayılarsa, bizim adımız oradadırsa, biz razıyıq. Bizimlə bərabər Ülviyə və Şəbnəm, Nəfəs oradadır, Vəfanı qoymayıblar. Bu Nəfəsə haqsızlıqdır. Pünhanı qoyublar, kimi qoymayıblar məsələn? Səncə? Mənim şəklimi də ən böyük qoyublar. Sən gözəlsən ona görə. Sən də özdə elə bil ki, dişlərini zat təzə düzəltdirmisən. Eşitdiyimə görə 30 min dollar pul vermisən dişlərinə, ona görə eləyiblər. Yaxşı olar inşallah. Yox, yəni mən bunu, izləyicilər məni bayaqdan təq eləyirlər. Bildirdim ki, qoy mən canlı yayım açım ki, dostlar, yalan xəbərdir, rəsmi deyil. Məsələn, deyirlər ki, filan kəs paylaşıb Baku S məsələn. Deyirəm, Baku S yazır ki, manşetə əsasən. İndi manşet deyəcək ki, məsələn deyirəm də, tutaq ki, filan müğənni dombalaq aşıb özündən. Bunu da kimlərsə paylaşırsa, bu rəsmi deyil ki, o adamın özü təsdiqləmirsin. Əlbəttə ki. Bu qədər. Oldu. Gözəl istirahətlər, sağ olun. Dostlar, eşitdiniz də özlərindən. Yəni, gediriksə hamımız gedək. Amma mən bildirmək istəyirəm, mənim adım o siyahıda olmasa da sizin gözünüzün qabağında mən rəsmi müraciət eləyəcəm. Deyəcəm, məni qadağıya qoyun. Mən qeyri-rəsmi müraciət eləmişdim əslində, məni narahat eləyən bir durum yoxdur. Mən sadəcə olaraq veriliş aparıcısı kimi fikrimi bildirirəm. Mənim 6-da alacağım, 7-də verəcəyim yox. Heçim ayrı, köçüm ayrı. Adama deyərlər, sənə nə düşüb? Oturmuşsan Rusiyada, şad xürrəm, get ərinə qulluq elə, toylarını oxu da. Heç bir siyahı falan da yoxdur dostlar. Hə, bir neçə müğənnilər var ki, məsələn, ayın 5-də biri qonaq idi, deyiblər gəlmə. Adlarını demirəm, xətirlərinə dəyər dostlarımızdır. Gündə efirdə olanlar bildiniz də kimlərdir. Amma bu qeyri-rəsmi xəbərdir. Allah eləsin, elə qeyri-rəsmi adında qalsın, amma efirə dəvət eləməyəcəklər. Hətta siyahı çıxmasa da, yəqin ki, belə ciddi üstə düşüblərsə, efirə dəvət eləməyəcəklər. O zaman həmin o xəbəri yayan fake profilin adminini məhkəməyə verəcəm. Təhmən yox. Ömür boyda mənə belə nəsə nito komment yazan ömür boyu fake profil o. Bir dəfə də öz adımla yazdı. Ağzı əyri gözü çaş. Çıx dana qabağıma. Narahat olma, mənim qocalarla işim yoxdur. Uzağı söz deyə bilərəm. Mənim qocalara böyük hörmətim var. Bizə uşaq vaxt məktəbdə öyrədiblər ki, yaşlılara hörmət edin. Salat qəşəng çıxdı. Və nəzərinizə çatdırıram ki, mən əslində düşünürəm ki, 15 il əvvəl də belə bir qadağalar var idi. Sonra çağırdılar hamısını təzədən. Olsa da mən öz fikrimi deyirəm, Allah eləsin müvəqqəti xarakterli olmasın. Çünki bilirsiniz niyə? Mən zaten çıxmıram. Mən istəyirəm ki, onlar da çıxmasın. Bəli. Nə yazıb? Ay Allah, qəşəng yazıb. Həm sizi sevirəm, həm də zəhləm gedir. Bilirsiniz niyə zəhləniz gedir? Siz həm də Vəfanı sevirsiniz ona görə. Vəfa tərəfini yadınıza salanda məndən zəhləniz gedir. Amma doğru danışdıqlarımı görəndə sizin ürəyinizdə siz düzgün adamsınız. Orada isə məni sevirsiniz də. Gördünüz, düz dedim yoxsa yox? Yazın görüm. Həmin adam yazsın görüm.
Bu biraz baxır kimin tərəfindən, kim bayağıdır, kim bayağı deyil. Bayağılığın tərifini verən olsun, sonra bloka atsınlar. Sənin bayağı baxdığın kimin üçünsə akademik ifadə. Görmürsünüz, 10 min dollar verib Rusiya toya gətirirlər. Zaten mənim toylarım efirlərlə deyil. Mən işimi hesaplamışam toya, efirə yox. Deyir, düzdür. Çox sağ olun. Yo, dostlar, mən sizə bir söz deyim. Bizim hamımızın bir düşmənimiz var. O da bildiniz də, yəni o üzdən qonşulardır. Azərbaycanda bu show biznesdə elə Vəfanı da mən də ona vuruşduram. Verilişlər oldu, bu tipli bayağı verilişlər. İntiqam bəy dedi ki, Afəti o siyahıya niyə salıblar ki, o zaten Rusiyada yaşayır. Bəli, İntiqam bəy savadlı jurnalistdir. O bilir nə dediyini. Bir də mənim xətrimə orada dayan oldu ki, mən niyə qızışmışam, deyim sizə, niyə əsəbləşmişəm bu məsələdə. Barda striptiz göstərəni gətirib yanıma qoyublar ki, bu müğənnilərə deyir, qadağadır. Ay balam, müğənnilərə. Nə olar ki, qadağad olar, qadağadan çıxardı. Zaten zaman-zaman belə şeylər. O vaxtı rəhmətli Məmməd Bağırzadəyə kimi sənətkara qadağa qoyublarmış. Ağadadaş Ağayev kimi sənətkarlara dövlət televizyonu. Sonra görürsünüz, onlar xalq artisti adı aldılar. Yəni, qadağa da o insan üçündür, müğənni üçündür. Məni bu siyahıda, yalancı feyk siyahıda yandıran, məhz ona görə onu mən məhkəməyə verəcəm. Gətirib barda striptiz göstərəni müğənni adı ilə xalqa sırıyır. Bəli, mən ali təhsilli musiqiçiyəm, ali təhsilli müğənniyəm. Məni gətirib sən bu barda işləyənlə, yəni özdür. Zaten o adam da deyir, mən müğənni deyiləm. Onun bunun səsini qoyur, oxuyur. Nə bilim, biri qaynatasının səsini qoyur, oxuyur. Biri qonşularının səsini qoyur, oxuyur. Deyir ki, bayağı verilişdə yalvarırdılar, pul verirdilər. Gərək açam deyəm, niyə iştirak eləyirdim. Biri ətir alıb verirdi ki, gəl verilişmə. Biri deyirdi ki, səni çox istəyirəm. Üzətdəndir də, deyəmirdim, gələnmirəm. Bir də boşluqdan nə eləməliyəm ki, orada olanda boşluqdan. Burada Moskva o qədər böyük ki, bir dərziyə gelsən paltar tikdirmək bir günün getdi. Orada nə edirdim boşluqdan? Nə eləməliydi ki, boş olan müğənnilər çıxır da efirə. Heç gör dolu olan qazan səs çıxardır. Az özün tərifli. Gördən kəndən əvvəl. Ay dostlar, 10 payın verin. Deyir özün. Dostlar, nəyə gülmüşəm? Ay Allah, bir məsələ var deyənmərəm. Desəm öldürərlər, deməsəm öldürərlər. Biri birinə səs göndərib ki, mənim adım o siyahıda niyə var ki, bilmir ki, müğənni deyil. Yox, mən indi görürsünüz ad çəkib danışıram. Heç kimdə məndə olan cəsarət yoxdur. Mən heç vaxtı bilmədiyim şeyi danışmıram, nə mənada. Bax, məsələn, əgər oturaq düz danışaq da, nəyə görə Ülviyyənin adı oradadır, məsələn deyirəm, Şəbnəmin, Vəfanın adları yoxdur. Niyə? Vəfa ilə işiniz yoxdur, Vəfa mənim padruqamdır. Nəfəsin adı oradadır, Nəfəsin padruqası Vəfanın adı yoxdur, məsələn. Niyə Günhan kimi Zabit Nəbzadənin tələbəsinin adı oradadır? Digərləri çox, nə bilim, toyxana müğənnilərinin çoxunun adı yox. Ona görə də, yox, ya kişi, Allah'ın olsun 3B almışam bu xəbərdən sonra. Məni qəşəng reklam elədilər. Anti-reklam özü də bir reklamdır. İndi sizə sual verirəm, amma çoxlu kişi qızı kimi düzün yazın. Bax, bir anlıq diqqətinizi mənə, sizə bir sual verəcəm. Çoxlu kişi qızı kimi düzün yazın, görüm. Bugünkü efirdəki qalmaqala baxırsınız, ha. Vəfaya qadağa qoyulsa, Şəbnəmə qadağa qoyulsa, Nəfəsə qadağa qoyulsa, Ülviyyəyə, Pünhana, nə bilim, Namikə, efirdə sizə bu kefi yaşadanlara da, bildiniz də, Talıb Taliyə. Bunların hamısına, bugün o siyahıda gördüyünüz ya da kendi deyilənə görə güya ardı gəlir. Bunlara qadağa qoyulsa, sizə maraqlı olacaq efir. Yazın. Yox. Mən bilirəm zaten. Ay, sağ olun. Və mən də bunu deyirəm. Heç özünüz də bilmirsiniz, nəyə like qoyursunuz, nəyə dislike qoyursunuz. Ay, sağ olun. Üzüm nə qəşəngdir. Üzüm yiyirəm ona görə. Qara üzüm. Hə, hamısı yazıb ki, maraqsız olacaq. Görürsünüz, sizin istəyiniz bu müğənnilərdir. Ona görə də
şou verilişlər sizin zövqünüzə uyğun hazırlayırdılar. Amma hər zaman bunlar olub, belə şeyləri bineyi qədimdən olub. Mən dostlar, zaten yenə deyirəm, mənim qətiyyən məsələlərlə bağlı yaxından uzaqdan əlaqəm yoxdur. Sadəcə olaraq 5-10 nəfər tənə itləri və yaxdan mən ora təq eləyirlər. Dedim, qoy o tənə itlərin də könlünü şad eləyim, bildirim ki, sevinməyin də bu məsələ yalan xəbərdir. Yazıblar ki, o qədər tez-tez yazırsınız. Hərə öz ailə tərbiyəsini sərgiləyir. 2800 adam var. Bunun içində bir nəfər öz anasından aldığı tərbiyəni burada sərgiləyir. Mən səni pozmayacağam. Səni düzdür blok atacağım. Amma sən get anandan tərbiyə al, sonra gəl ictimai yerdə bu komment yaz. Hamı da bilir ki, monitor arxasında mən də cıqcanı döyərəm. Amma üz-üzə gələndə sən gəlib orada yazdığın müğənnilərin ayağının altından öpərsən. Çünki sən monitor arxasında özünü şir hesab edirsən. Görmürsən 3000 adam burada ədəbini pozmur. Çünki özlərinə güvənir. Amma sən ancaq və ancaq özündən yazırsan. Sosial status. O onda rəsmi mənbələrə əsaslanmır. Manşet az hər an olur olsun, mən bilmirəm. Mən heç elə adda sayt, səhifə zat tanımıram. Prosto gördüm bir küçü səsindən danışan bir oğlan, dedim yəqin düz deyir də. Mən nə bilim ki, bu qeyri-rəsmi xəbərdir. Mənim Pəncişeş mahnım çıxanda da bu tipli fake xəbərlər çıxır da. Bir deyirdi, afət tutacaqlar, Pəncişeş oxuyub. Ay Allah, hərdən özüm inanırdım ki, oturdum ki, mən nəsə pis iş görmüşəm. Sonra baxdım, gördüm ki, ondan sonra mən cəmiyyəti tanıdım. Və yaxud bu səhifələrin, saytların xarakterini bildim. Ay canım, siz burada neçə dəfədir atalar sözü. Mən canlı açan kimi Sədaqət Ulduzun adını burada yazırsınız. Mən sizə bu dəfə cavab verəcəm. Sədaqət Ulduz mənim həmyerlimdir. Həyatda heç bir-birimizi görməmişik. Çox doğru, çox düzgün, çox əxlaqlı xanımdır. Gedin öz şəxsi probleminizi, indi bir Mamedin keçmiş boşadığı arvadı çıxsın orada yazsın. Hər yerdəki afət belə filandır, buraxmadı filandır. Məsələn də o saatca belə mi oldum ki? Ay balam, o kişi onu boşayıb mən alıb. İndi Sədaqət xanımın adını burada bütün səhifələrdə də yaza-yaza gedirsiniz. Sizi mən bir də yazsaz blok atacağım. Sədaqət Ulduzu mən yaxından uzaqdan həyatımda görmürmüşəm. Hər yerdə onun adını yazıb hamı da bilir ki, yanğılı tərəf qalan tərəfsiz. Etməyin belə şeylər. Alan alıb, satan satıb deyir, o belə atalar misalı var, nədir, nətərdir. Özünü yorma burada. Ona görə də Sədaqət xanım heç gözəl oxuyan müğənni heç vaxt geyimində, ədəbində, ərkanında heç bir vaxt da necə deyim, qeyri-etik heç bir şeyi ilə gündəmə gəlməyib. Hamınız da görürsünüz, hamınız da bilirsiniz, hamı da mən deyəni təsdiqləyir. Hə dostlar? Rəhmətli Baloğlan Əşrəfovun ansamblında oxuyan dəyərli, gözəl əsl Azərbaycan xanımı. İndi onu siz kimsinizsə ortaya düşmüsünüz, hər yerdə adını yazırsınız. Sizin şəxsi ola bilər probleminiz var. Hamının həyatda kimləsə problemi var. Gedin onu, dediyiniz düzdürsə, gedin, bura aidiyyatı qurum zad deyil ki. Siz burada yazanda biz sənə hə deyəcəyik. Xeyr, mən onu yaxından tanıyıram. Gədəbəylidir, mərd qızdır, həyatda belə şəxsi əlaqəmiz olmasa da, hamımız o xanımın əxlaqını da tanıyırıq, özünü də bilirik. Ən azından onun Ulduz xanım kimi sənətkar, əxlaqlı, dəyərli anası var. Boş-boş burada belə şeylər yazmayın. Bir də yazsa sizi blok atacağım. Nə verəcəyəm? Nə bürcüydüm, ay Allah. Nə bilim, oğlaq deyirlər. Biz bürcünə yaşamırıq. Bürcə qalsa, bürcə baxan ağsaqqal bir kişi var idi. 70 yaşında. Mənə deyir ki, siz boşanacaqsınız deyir. Havaydan bu kişiyə deyir, ərə getmə. O deyəndən də bir 5 il keçib. Hələ boşanmamışıq. İndi boşananların hamısı bürcə görən boşanır ki. Boş şeylər dostlar. Bürcünə ailənizi belə şey eləməyin də. Nə deyirlər? Ruska yazısınıyam, söz tapıb deyəmirəm. Bu təşniyyət eləməyin də. Nə deyirlər ona? Ailənizi qurmayın da. Nə bilim, nəysə. Başa düşdünüz. Səs gəlmir. Niyə? Qışqırım danışım. Səsim gəlmir.
Vəliyeva mən tanımıram. Valla manşet az saytını tanımıram. İndi biləcək də rəsmi olsun, hardan maliyyələşsin, mənə nə aidiyyəti var. Xəbər rəsmi təsdiqini tapmasa, o adam bilsin ki, onu 10 nəfər, ən azı 10 nəfər, ən azı. Vəkil də mən danışacağım. Məhkəməyə verəcəyik. Super ifaçısınız, Vaqif yazıb, atamın yubileyində ifa etmiş. Çox sağ olun, var olun. Efirlərə çıxmağa qadağa. Ay canım, yox, rəsmi xəbər deyil. Bizim adımızdan bilirlər ki, Afətin adını çəkən kimi. Afətin göz qaş kimdə var ki, Afətin şəkili ora qoyulanda ən azı 5000 dənə şey gələcək ona. Follow, like. Afətin adı olmasa işləri getmir. Mən də çıxıb boykot eləyirəm ki, əgər Allahını çağır ki, adımız orada olsun. Adımız orada olmasa, sən məhkəməyə veriləcəksən. Yox, ay Yaşən bəy, mən qadağada deyiləm, yalan xəbərdir. İndi kaş ki belə efir olmazdı, ictimai yer olmazdı, tetatet gələrdik. Mən ona bir dənə deyərdim ki, məsəl üçün, yalan danışan belə-belədir, əgər yalan danışan. Ona görə də böyüm xəbər yalan sayılır. Gəlin gözləyək birinci günü, ikinci günü, üçüncü günü, 3-4 gün gözləyəcək, xəbər təsdiqini tapmasa hamımız efirə verəcəyik. Mən özümə qadağa qoymuşam. Zaten adım qadağa siyasında olmasa da, mən bugün efirlərə də səsləndim ki, o vaxtı mən demişdim, axı dedim, baxın, sizə mən bunu, mənim sizə yalan borcum yoxdur, baxın, mən bunu o vaxt demişdim ki, xeyr ola, mən bunu xəbəri çıxardım, sizə göstərim, bir də yəqin ki, baxmayıbsınız da buna. Mən bildirmişdim ki, mən sizə qadağa qoyuram, mənim adımı çəkməyin və şəkilimi də oradan yığışdırın. Mənim ehtiyacım yoxdur sizə. Mən zaten televiziya ilə tanınmamışam. Və görürsünüz, mən bunu bir il əvvəl qadağa qoydurmuşam. Məni kim danışan müğənni var. Bu TikTokla, məni TikTokun rəhbəri tanıyır. TikTokun rəhbəri mənə göy qalıçqa verib. Sizə niyə verməyib? Bax, gəlin əyri oturaq düz danışaq da. Sizə niyə verməyib? Deməli, siz rəsmi TikTok tərəfindən tanınmırsınız müğənni kimi. Amma məni açığı birinci xəbər göndərdi ki, müğənni kimi səhifəsi aktiv deyil. Nə var ki, aktivləşən kimi göstərdik ki, budur mənim konsertlərim, toylarım, filan fəs. Mən yəni orada sübut eləyirsin. Sübut elədik ki, mən müğənniyəm. O da tanıdı məni. Buradan da o kişini salamlayıram. Məni TikTokun, Amerikada Instagramın rəhbəri məni tanıyır. Siz nəyə qoyub nəyə axtarırsınız? Efirə qadağanı mən qoyuram özüm barədə. Hətta adım çəkilib orada gündə yenə məndən reklam qazansalar, YouTube kanallarını bayaq dedim. Müəllif hüququmla vurduracam. Bəli, mənim hüququm var. Zileniyə çıxıram ki, hüququmu deyirəm. Hüququnuzu bilmirsiniz. Bəzən hüququnuzu bilməməyiniz belə hüququnu bilən adamda sizə qarşı gülməli belə bir mənzərə yaradır. Hə, sizi gecənin vaxtı 10 ildir. Niyə? Bugün danışdım, 3 beh götürdüm Azim bəy. 3 beh, mənə nə lazımdır? Beh də nə deməkdir? Beh sözü. Yazın görüm nə deməkdir? Pul. Hələ bugün 3 beh götürdüm. Mən birini gözləyirdim, 3'ü gəldi. Orenburg, Samara, Moskva. Mən işimi qazanca hesablamışam. Bəli, bron eliblər. Bəli. Aylin xanım, yox, mən sizə sübut eləyirəm ki, bu xəbərlər qeyri-rəsmidir. Afətin adından yenə də istifadə elədilər. Mən neynim ki, mən beləyəm. O da alovam da. Mənim adım ora qoy. Deməli, birinci xəbəri yaydılar, gördülər, xəbər tutmadı. Dostlar, bunların fırıldağına baxın. Götürdülər, Afətin şəklini qoydular. Ola bilər, rəsmi xəbər gələr orada da. Ola bilər. Amma sən qeyri-rəsmi xəbəri Afətin şəklini qoyan kimi xəbərini partlatmağını görürsən. Siz görürsünüz ki, Afət... Əgər, bax, mən buradan saytlara da səslənərəm. Afətin adını qoymadan özünüzə bir gündən sonra baxış yığın, görüm yığa biləcəksiniz. Elə səhifələrdir. Saytlar da səhifələrdir. Siz mənim adımı çəkməsəniz, baxılmırsınız. Ramilə xanım, elə mən də onu deyirəm də. Özdə familiyamdandır. Bəlkə də qohumlarımdansa. Orenburqa açan gəlirəm. Sentyabra beh götürdüm. Gözəl müğənni. Çox sağ olun, var olun, çox sağ olun. Yox, qeyri-rəsmi xəbəriymiş dostlar. Ona görə də belə.
Sadəcə olaraq görüblər ki, Afətin adı qoyulmayanda xəbər baxılmır. Afət belədir də, neyniyim? Afət səhvi. Floradan üzürümü geri götürdüm Azim bəy. Azim də Allahın dostuna ağzı əri gözü çaşdı bu. Oyda! O vaxt biz padruq olanda adı Azim idi bunun. Hələ də beynində qalıb. Ay canım, uddum üzür istədim. Mən uduzsaydım üzür istəməzdim. Demişəm axı, demişdim uduzsaydım üzür istəməyəcəm. Üzür istəsəm it qızıyam. Uddum üzür istədim. Üzürümü də nədir, udmağımı da sizə göstərdim. Ondan sonra da üzürümü sizə görə geri götürdüm ki, gedin. Allah haqqı Azim ağzı əri göz çaşdı. Valla, bax onun adlarını deyim. Brentiaga fake profilləri. Öz əlimdə olub da telefonu. O vaxtı ora-burada belə dostluğumuz olanda gedib gəlirdik. Telefon əlimdəydi. Vallah, billah ağzı əri göz çaşdı. Mən dəqiq bilirəm. Azim, ay mama. Dostlar, son vaxtlar ümumiyyətlə elə bilirdim yaddaşım zəifləyib diyetaya görə. Dank elədi. Bax, Brentiaga, Azim. Bir dənə də adı var idi. Ayaqqabı şəkilləri qoymuşdu özdə. Ramin Nağıyev, yox, fake profildir. Qadağanı mən qoydururam. Qadağa qoymasalar mənə YouTube kanallarımı vurduracam. Azimə də qoyublar, məndə olan məlumata görə. Baxasınız, əgər doğrudan da siyahı çıxsa, qoyulacaq. Siz oturun, gözləyin. Nazilə xanımın Allah atasına rəhmət eləsin. Bayaq baş sağlığı verdim. Səhifəmdə də paylaşmışam, baş sağlığı vermişəm. Özü ilə də bizi ortaq dostumuz var, o danışdırdı. Allah rəhmət eləsin. Dostlar, Nazilə xanım da belə şeylərdə həmişə aktiv olur, fikir bildirir. Elə fikir bildirməyəndə elə ürəyimə gəldi ki, görəsən bunun başına qarışıqdı. Bir də oxudum saytlardan ki, atası rəhmətə gedib, Allah rəhmət etsin. Bunları mən başa salım. Mən sizə fakt da göstərirəm. Bəxt İqbal yaxşı. Faktı göstərirəm ki, bir il əvvəl qadağa qoydurmuşam ki, adımı çəkməyin. Zaten mən yoxam orada. Olmayan adamın intiqam valih oğlu da deyir. Deyir, olmayan Afət Fərman qızının nəyinə qadağa qoyursunuz? Gör, deyir, müğənnilərə qadağa qoyulub. Götürüb barda işləyən, striptiz göstərəni müğənni adı ilə göstərirlər orada. Bax, mən ona heç istənirəm. Ona görə də xəbər təsdiqini tapmasa, Allah and olsun, həmin onu paylaşanı sürüm-sürüm süründürəcəm məhkəmələrdə. Eşidirsiniz, yəni ki, ay, Əzim, Azim, özü də Azim yazırdı, Əzim yox. Azim də hardan yadında qalıb, bir mahnı var idi, onun bəstəkarına Azim yazmışdılar. Bu da elə oradan oxudu, yanımda açmışdı o fake profil. O vaxt onda TikTok yox idi, düz onda Instagramda Azim adı ilə idi. İndi yəqin burada da Azim. Boş verin siz gözəl xanım, xatın xanımsın. Çox sağ olun. Var olun, çox sağ olun. Biz Qarabağlılar sizi çox sevirik. Çox sağ olun, var olun. Həncərisiz. Bu kimsə mənim kəndçimdir. Bizim kənddə dostlar həncərisiz söz yazılır. Tovuzlar buradadır. Hə, Nazilə Səfərlinin atası rəhmətə gedib. Bəli, Nazilə Səfərlinin. Saçınız çox gözəl. Yaraşır mənə, hə? Toylar başlayana qədər çolkalarımı uzadıram. Birdən qarşınıza çıxacağım belə uzun çolkalarla. Mən bəziləri kimi ölü saçını başıma yapışdırıb qaynaqla süni olmuram. Süni istəmirəm görünüm. Nəyim var odur? Sizin kənddə çaynik qoyurlar çəpərə. Hə, qırıq çaynikləri çəpərə, hasarın üstə qoyurlar. Bizim kənddə hər insanın bir ləqəbi var. Bax, çoxsunu demirəm, bir dənələsi var, istəməz ki. Düz qırğıldan salam. O, salamlar, salamlar. Tovuzdularım. Biz tərəfdə bu sabo yox da, bu nə deyirsiniz? Biz çəkələt deyirik, məsələn, çəkələt. Bakıya köçmüşük, qonşumuza deyirik ki, çəkələtimiz sizin həyətə düşüb. Bu da biraz xeyli vaxt keçəndən sonra gəlib ki, bizim xaladenikdə sizin çəkili ət yoxdur. Elə bilir deyirik ki, bizim çəkələt sizdədir. Bu da üzümə baxır, dedim, onu verin də, nə olar. Tapçıqıya nə deyirsiniz ayağa geyinilənə? Yuxarı Ösülliyə də salamlar. Kənan Sarızadə, Kənan. Allah'ın da olsun, o vaxt Bakıya təzə köçmüşük. Mən, oğlum da balacadır, top oynayırdıq. Topa belə təpik vuranda ayağımdan tapçıqam uçdu getdi, qonşuya düşdü. Hə, şəpit tapçıqa. Mən də qonşunu çağırdım, ay qonşu gəldi. Buradan salamlayıram, Qubatlılar idi qonşularımız. Dedim ki, bizim çəkələt sizdədir, onu verin.
O da belə üzümə baxdı, dedi yaxşı. Getdi bir yarım saat 10 dəqiqə nə qədər çəkdi, gəldi ki, yoxdur. Axı dedim necə yəni yoxdur? Fikirləşdim bu bir tay çəkələti nə ayıracaq ki, yoxdur deyir. Dedim olar özüm gəlim götürüm. Dedi buyur. Getdim həyətdən götürəndə deyir ay Allah mən də yeyib xaladenika soyuducuya baxıram. Deyirəm soyuducuya niyə baxırsan ki? Deyir sən deyirsən ki çəkili ət. Bu elə başa düşür ki çəkilmiş ətdir də. Yəni çəkələt yəni çəkili ət. Və belə. Çəkələyin rusca tərcüməsi tapuçka. Belə olar da yəqin ki. Çəkələk siz nə deyirsiniz yazın görüm. Yekə-yekə danışma. Yekələr yekə-yekə. Varıq, cin kimi oğlanlarıq. Hə, elə bilib ki, çəkili ət deyirəm. Damaşnik, çəkələk, damaşnik. Tapuçka. Mən tapuçka bilirəm. Sabo çöldə geyinləndi də yəqin ki. Düzdür. Sonra tovuzda olan sözlər çox, məsələn, həncərisən də, yəni necəsən deməkdir. Sonra yazın görüm. And içəndə deyirik qərib Seydin cəddi haqqı. Harya gedirsən? Bur gəl. Bəli, yastıq deyirik, bəli, balınca yastıq. Anrıdır. Düz deyir, tərlik onun kitab adıdır da yəni. Sonra incavara deyirik. Sonra anrıdır, onu dedik. Qaraxanlar, bizim kəndimiz vapşı dostlar. Barxana bilirsiniz nə day dostlar? O vaxtı subay qızlar, biz subay vaxtı yorğan döşək hazırlayırdıq ki, ərə gedəndə özümüzlə cehiz aparaq. Barxananım, 6 döşək, 6 yorğan, 6 yastıq belə. Kim 6 aparırsa varlı yerin qızı idi. Sonra nə yazırsınız? Belənçini Bakılılar deyir, belənçinə. Bizdə yoxdur. Gürcistanlılar da çox oxşuyur bizə. Gürcistanlılar deyir ayna oyun. Mən deyirəm bu nə danışır? Ayna oyun nədir? Ayna oyun alıb gəlirəm. Məsələn, şeyşuy alıb gəlirəm də ayna oyun. Nə deyirlər doğru xəbərlərində? Məsələn deyirlər toyuq damında, deyir toyuğun damını bağla demək özünə. Deyir toyuq damının, yəni toyuğun ağzını qayır. Belə də deyirlər. Mal damının qapısını qayır. Belə. Sonra ölüm, ölüm. Pastayan rus sözdür. İndi onu artıq öz dilimizdə kənd sözünə çevirmişik, düz deyirsiniz. Biz də elə deyirik, bəs nədir? Barxana Kənan, şeyə deyirlər, yorğan döşəyə. Biz Gəncəllər nə deyir? Ayqa biz tərəfdə, Şəmkirdədir Ayqa. Qərib Seyid haqqı biz deyirik. Məsələn deyirik bu qıvlasız, yəni qibləsiz də, yəni. Adamlar nə deyir onu yazın görün, maşallah. Və belə şeylərdən danışın. Jaronik, yəni jarit eləmək üçün də, yəni bu rus sözüdür. Gəncəllər ən çox Gəncəllərin sözlərini yazın görüm. Müdəm, müdəm biz tərəfdədir, müdəm. Tava demirik biz. Sapılca deyirik, sapılca. Tavaya sapılca deyirik ay dostlar. Bu qlazok zat pişirilən yoxdur. Bizim kətdən var adamlar burada. Ləhcəmiz indi ağırını alayım, dərdini alayım. Ölüm qabağında, var, düz. Bu jaronik, bu tava dəhşətdir. Bu sapılca nə deməkdir bilmirəm. Başqa bölgələrdə var sapılca sözü. Əskərlikdə olmuşuq. Ləhcəniz, yox elə demin, hər bölgənin bir ləhcəsi var. Özümün ən sevdiyim ləhcə haradır? Ən sevdiyim ləhcə. Bu Sabirabad Saatlı tərəfin ləhcələri var. Ən sevdiyim ləhcə onların ləhcəsidir. Özümün, yəni belə xoşuma gəlir o ləhcə. Ay aman, nə çox yazırsınız, oxuyub çatdıra bilmirəm. Qaraxanın ləhcəsi. Sapılca var sizdə. Qaraxanlar, eşq olsun. Dənə. Ürəyim gedir. Mənim musiqiçilərim Azərbaycanda mən yaşayanda Sabirabad uşaqları idi. Mən də onlar kimi danışırdım. Qazaq Tovuz elə eyniyik də biz. Tovuzun arasından Qaraxanlı kəndi. Sapılca var deyir bizdə. Sapılca yox, sapılca. Hə dənə o Sabirabad Saatlı tərəfdədir. Dondar qışdan burada adamlar var. Burada saat neçədir? 1-ə işləyib. Ay, mənim oğlumun ad günüdür bugün.
Hə, bə deyirdiniz efirdə yoxam. Pa. Yaxşı. Qoy görün bir. Burada nə var, nə yox. Baxırsınız. Müğənni Afət Fərman qızının oğlu Hüseynin bugün doğum günüdür. Hüseyni təbrik edirəm. Hüseyin neçə belə gözəl illərə çıxasan. Allah Taala sənin canını sağ eləsin. Bilirəm ki, sən layiqli övladsan. Maşallah, az yaşın olmağına baxmayaraq bu günə qədər çox uğurlar qazanmısan. Təbrik edirik səni. Mən də sağ ol, Yalçın, təşəkkür edirəm. Qoy bir balamı təbrik eləyim. Bayaq səs atdım əslində. Elə bildim orada 3 saat qabağa. Sən demə mən tələsmişəm. Azərbaycan saatı ilə təbrik. Ola ki, Azərbaycanda saat 1-dir. Sağ olun. Allah sizin də balalarınızı xoşbəxt eləsin, gözünüzə çıraq. Oy, atam, anam. Ay, sənə qurban olum, hə də. Təbrik eləyirəm səni. Sənə qurban olum. Səni təbrik eləyirəm. Dünən qəşəng məni sevindirdin. O imtahandan keçdiyin üçün. Yaxşı ki, Allah Taala səni mənə göndərib. Mənim akıllı balam. Kim təbrik elədi? Mənim qızım nə edir? Mənim balama da salam de, Fidan qızıma. Nə yeyirsiniz, nə içirsiniz? Tort pişirib, hə? Şəkilini at görüm. Bax, bu bir telefonumdadır, onda baxaram. Hə, hələ baxmamışam. Yaxşı, sizi öpürəm. Mənim qızımı da öpürəm bir tanələrim. Hələlik, gecən xeyrə, sağ ol. Hə, sağ ol. Gecən. Hə, dostlar, bir də yazırsınız ki, yalan üzünə danışır. Hətta bir ağzı əl göz çaş çıxardıb ki, mamasıyla balası danışmır. Ay Allah, bilmir nə yalan həyal atsın. Oğlum mənim həyatımdır. Yeganə qüvvədir ki, yoldaşım bu gün desə oxuma, deyəcəm oxuyuram. Bax, görün nə deyirəm. Yeganə qüvvədir ki, oğlum desin bu gün oxuma, oxumayacam. Yeganə. Allah sizinkiləri də saxlasın. Tort burada, yoldaşı tort pişirib. İndi mən sizinlə canlıdayam deyə girə bilmirəm bura. Öpürəm sizi. Öpürəm sizi mənim əzizlərim. Sağ olun. Məni sevənlər sevməkdə davam eləyin. Sevməyənlərə də Allah Taala özlərinə uyğun müğənni qismət eləsin. Nə deyim? Sabah sizə daha maraqlı bir xəbərlə gələcəm. Bugün xəbərlərimin hamısını bitirməyim. Həftədə, toylar başlayanda həftədə bir dəfə canlı efirə çıxacağam. Amma toylardan canlı hər gün açacağıq. Martın 14-dən toylarım başlayır. Və burada elədir. Mənim martın 14-dən toylarım. Amma ümumi oruçluq çıxır 21-dən sonra. Çox sağ olun. Var olun gecənin bu vaxtı. Bu qədər izləyicini mən bura kitləyə bilmişəmsə, nə mutlu mənə. Sağ olun, var olun. Allaha əmanət olun. Almaniyada salamlar.